Manatın ucuzlaşması ilə bağlı mühüm açıqlama Dövlət Gömrük Komitəsinin məlumatına görə Azərbaycan bu ilin birinci rübündə 1,7 milyard dollar dəyərində qiymətli metallar ixal edib. Belə ki, qiymətli metal ixalı ötən ilin eyni dövrü ilə müqayisədə 132 dəfə çoxdur. Hesabat dövründə qiymətli metal ixalı Azərbaycanın ümumi ixalının 30,2%-ni təşkil edib. Adətən qızıla tələbat iqtisadiyyatda böhran halları özünü göstərən məqamlarda artır. İş adamları və imkanlı şəxslər belə vəziyyətdə vəsaitlərini itirməmək üçün onu qızıla yatırmağa üstünlük verirlər. Bu əsasda cari ilin birinci rübündə Azərbaycana gətirilən qiymətli metalların çəkisi də artıb. Görəsən ölkədə qiymətli metallara tələbatın kəskin artması fonunda növbəti devalvasiya gözlənilə bilər. Mövzu ilə bağlı bizim Lidiyaya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, Azərbaycanda devalvasiya gözlənilmir. Azərbaycan manatı ilə bağlı hər hansı təhlükəli bir məqam yoxdur. Yəni manatın ucuzlaşmasını şərtləndirən amillər mövcud deyil. İthal-ixrac əməliyyatlarında nisbət azalsa da müsbət saldo qorunub saxlanılır. Makroiqtisadi tarazlıq da qorunub saxlanılır. Bununla yanaşı Mərkəzi Bankın siyasəti də kifayət qədər elastikdir. Hansı ki, bu siyasətdə manatın məzənnəsinin qorunub saxlanılmasına xidmət edir. Xarici borclarımızda üdüm səviyyəsinə nisbətdə kifayət qədər risksiz bir vəziyyətdədir. Neftin qiyməti ucuzlaşsa da təhlükəli dəhlizə daxil olmayıb. Yəni manatın ucuzlaşmasını şərtləndirən amil yoxdur. Belə də devalvasiya da gözlənilmir.